Salam benim kanalımın seyirciləri. Mən daim özümü aid olduğum xalqın, toplumun içərisində hiss eləmişəm. Bu səbəbdən də Allahın mənə nəsib elədiyi, özümün gözümü potladaraq həvəsim, marağım olduğu üçün öyrəndiyim, bildiyim elmi bilgiləri, həqiqətləri daima bax hələ publik şəxs olaraq bölmüşəm buradan kanaldan insanlarla. Mən övladım, oğlam. Mənim də övladım, oğlum var. Genetik olaraq mən atamın bir çox xüsusiyyətlərini götürmüşəm. Genetika. Digər tərəfdən anamdan sonra Allah elə qismət eləyib ki, ən çox yanında olduğum adam atam olub. Niyə anamdan sonra? İstənilən anası gənc və yaxud da doğuşda rəhmətə getməyən insanın ən çox gördüyü insan anası olur. Gözün açandan gördüyü insan anasıdır. Və mən genetikdən başqa atamın davranış, rəftar, mədəniyyət xüsusiyyətlərini götürmüşəm. İndi bura kimi yadınızda saxlayın. Oğlum da mənim genetik xüsusiyyətlərimi götürüb, mənim yanımda nə qədər olubsa, mümkün qədər mənim xüsusiyyətlərimi götürüb, bir dost kimi, yoldaş kimi. Amma bütün bunlar gəlir, dirənir, həmişə mən bu şeyi deyirəm, Allahın yazdığına, materinski plata, əsas mikrosxemə nə yazıbsa ona. Həmişə də bunu diskusiyada məndən soruşurlar, dostlar, yoldaşlar. Allahın yazdığı nədir? Fərdilik. Hər bir insan fərddir. Və o şablon, genetik keçmədən, atadan gördüyündən başqa Allahın özünün ona yazdığı var. Bəs bu nədir Allahın özünün yazdığı? Mənim atamla düz gəlməyən xüsusiyyətlərim. Baxmayaraq ki, atabalıyıq, dostluyuq, elə məqamlar, mövqeylər var ki, mənim şəxsən öz dünyaya baxış bucağımdır, mənim mövqeyimdir. Övladımın da elə mən ona zorakı yolla, məcburiyyətlə qəbul elətdirə bilmərəm ki, ay oğul bu belədir. O, Allah tərəfindən onun beyninə yazıldığıdır. O dünyanı elə görür.